Avqustun 8-də Prezident İlham Əliyev və Amerika Prezidenti Donald Trump arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib. Zəng Donald Trump'ın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci il dönümünə təsadüf edib. Məlumata görə liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə telefon danışığı zamanı İlham Əliyev və Donald Trump Vaşinqton sammitindən sonraki bir ilin yekunlarını, Azərbaycan və Ermənistan arasında sülh prosesini, TRIP layihəsinin icrasını, həmçinin Azərbaycan və Amerika arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər. Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə xələl gətirə biləcək heç bir insident baş verməyib. Tərəflər həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.